Salam, hər vaxtınız xeyir olsun uşaqlar. 5 aprel 9 illik buraxılış imtahanı, yəni birinci zonaya düşən testin izahlarını verəcəm sizə. Birinci 57-ci sualda əbobu istəyir bizdən. Deməli, yadımıza salırıq ki, əbobu necə tapırdıq? Verilmiş 2-dən, 3-dən də ədəd olsa, sadə vuruqlarını ayırırıq, sonra ortaq sadə vuruqlarının hasilini tapırıq. Yəni 30-la 36-ya sadə vuruqlarını bir kənarda ayıracağım. 2-yə bölünür 15, 3-ə bölürəm 5, 5-ə böldüm 1. 36-nı 2-yə bölürəm 18, 2-yə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə böldüm 1. Deməli, ortaq sadə vuruqlarını götürüb hasilini tapırıq. 2-lər hər ikisində var, 3-lər hər ikisində var. Başqa ortaq sadə vuruq olmadığı üçün 2 vur 3, 6. Cavab D variantı. Sonra belə bir tənliyi həll et. İfadəli tənlikdir, mötərizəli ifadəli, həm də müxtəsər vurma düsturu var içərisində. 2x çıx 1, 2x plus 1. Baxırıq, bu hansı müxtəsərdir görürsünüz. Bir toplama, bir çıxma. Vurub açada bilərsiniz, səhv saymırıq. Amma burada vurub açılıb da. Amma müxtəsərlə bilirik ki, a kvadratı çıxılsın, b kvadratı şəklində də yaza bilərik. Yəni 2x-in kvadratı 4x kvadratı çıx, 1-in kvadratı 1 çıx. 4x-i x-a vuracam, 4x kvadratı. Mənfi 4x-i mənfi 3-ə vuranda müsbət 13x bərabərdir 35. Deməli 4x kvadratları gedir, islah olur. Çünki biri mənfi, biri müsbətdir, əmsalların cəmi 0-dır. Qaldı orada mənfi 1 plus 12x bərabərdir 35. 12x yerində qalır. Bax, bu mənfi 1 keçir bərabərliyin sağ tərəfinə. Necə keçir demişdik? Bərabərliyin bir həddindən digər həddinə ədədləri keçirəndə belə deyim. Əks işarə ilə keçir. 35 plus 1 eləcək 36. X də bərabərdir 3. Cavab B variantı. Sonra 59-cu sualda. Dairənin radiusu 5 dəfə artarsa, onun sahəsi neçə dəfə artar? Deməli, biz yada salırıq dairənin sahə düsturunu. S bərabərdir pi r kvadrat. Deməli, sahə r-in kvadratı ilə düz mütənasibdir. Kvadratı ilə. Radius 5 dəfə artanda sahə neçə dəfə artır? 25. Çünki r bərabərdir, belə deyək, r1 bərabərdir 5 r2, yəni yeni radius r2. Gətirib yerinə qoyanda olacaq s bərabərdir 25 pi r2-nin kvadratı. Yəni yeni, belə deyim, artmış sahə. O da baxırıq pi r kvadratı deyil. Neçə dəfə artıb? 25 dəfə. Cavab C variantı. Əvəz etmə üsulu ilə tənliklər sistemi düşüb. Əvəz etmə üsulu necə idi? Dəyişənin birini digər tənlikdə yerinə qoyaraq həll edirdik. Burada y bərabərdir 2x-dir. Gətirib y-in yerinə 2x yazacaq. 5x plus 2x bərabərdir 21. 7x bərabərdir 21. X də bərabərdir 3. X-in yerinə gətirib 3 yazanda y-i tapmış oluram. 2-ni 3-ə vururam 6. Birinci həmişə yazılarda, yəni əgər interval şəklində yazmaq istəyiriksə, birinci həmişə x gəlir 3. Unutmayaq. İkinci y 6. O da olacaq A variantı. Sonra 61-ci sualda bu qədər A-nın yerinə qoyub uzun-uzadı gedib vaxtımızı itirməyə dəyməz. Biz bilirik ki, əsası eyni olan hədlər vurulanda üstlər toplanır. Əsasım 3-dür, zaten bərabərdir, qalır. Üstlər də mənfi 2A-nın üstə 6A gələndə müsbət 4A edir. A-mızı da verib 4-də 1 gətirib yerinə yazacağım. 3 üstü 4 vurulsun 4-də 1. 4-lər gedir, 1 qalır, cavab 3. D variantı. 62-ci sual tənasübdür. Təbii ki, düşən mövzulardan biri idi demişdik. Tənasübü necə həll edirik? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. X-i mənfi 3 surətə verək. X-i mənfi 3-ə vuranda mənfi 3x bərabərdir. 12-ni vuracağım 4-ə 48. X də bərabərdir mənfi 16. Cavab D variantı.
63-cü sualda deyir K-nın hansı ən böyük qiymətində? Deməli, mən nəsə tapmalıyam ki, belə deyim, düzgün kəsirin. Ən böyük qiymət verim K-ya. Çünki belə vermək olmur. Bu dövrü onluq kəsirdir. Dövrü onluq kəsiri necə çevirirdik? Yadınızdadırsa, dövrdəki ədədlərin sayı qədər 9, dövrə qədərki ədədin sayı qədər isə 0 atırdıq. Sonra burada 4K çıx əvvəlki ədəd. Bu 1. Sonra çox uzun çəkdim. Aha, 1. Plus dövrdəki ədədlərin sayı qədər 9, dövrə qədərkin sayı qədər K. O da oldu K4 çıx K. Deyir, bu cəmi düzgün kəsir. Məxrəcləri bərabərdir, üstə toplanacaq. Deməli, məxrəcləri bərabər olan kəsirlərin məxrəci qalır, üstlər toplanır. Bunu necə yazacaq? 40 plus K çıx 4 plus, yadınızda demişdik, AB onluq sayı sisteminin açılışı necə idi? 10A plus B. 4B olsa yadınızda demişdik 40 plus B. Yəni 4 onluq, yəni 40, B təklik plus B. Burada da 4 onluq 40 plus K təklik K çıx 4 plus burada 10K üstə gəl 4 çıx K. Bölünsün 90. Məxrəc qaldı. Baxaq görə nə edə bilərik? K'lar gedir, biri mənfi, biri müsbətdir. 4'lər gedir, biri mənfi, biri müsbətdir. Qaldı burada. Onu ortaq vuruq çıxarda bilərəm. 10 vurulsun. Qoy bu hissəni silim. Burada qeyd eləyəcəm bu çərçivədə. Deməli, burada qalıb 90'da 40 plus 10K. Ortaq vuruq onu çıxarda bilərəm yuxarıdan. Onu çıxaranda qalır 4 plus K bölünsün 90. Ona bölürəm, qalır 9'da 4 plus K. İndi bizə deyir düzgün kəsirdir. Yenə deyirəm, düzgün kəsirdir deyəndə qayda yada düşür. Surət məxrəcdən kiçik olmalıdır. 4 plus K kiçikdir 9. K da kiçikdir 5'dən. Ən böyük qiymət deyəndə neçə tapırıq? Çünki düzgün kəsir surət məxrəcə bərabər qiymət ala bilməz. Yəni 5'i ala bilmir. Ona görə də ən böyük qiyməti olacaq, ən böyük qiymətimiz olacaq 4. Y variantı. Sonra 64'də düz xəttdən 4 santim məsafədə yerləşən nöqtədən. Deməli, düz xəttdən 4 santim məsafədə yerləşən nöqtədən uzunluğu, hər birinin uzunluğu 5 santimetr olan maillər çəkilib. Deməli, bunun qaydasını da bura çəkəcəm. Mail hipotenuzdur demək ki. Məsafə hündürlükdür. Perpendikulyar olur. Proyeksiya isə alt katetdir. Pifagor teoremi də tətbiq etmək olar. Düz bucaqlı, üç bucağa xas bütün xassələr, yəni tətbiq etmək olur. Deməli, burada düz bucaqlı, üç bucağı yaratmışıq. Aşağı oturacağı, yəni kateti necə taparıq Pifagorla? Hipotenuzun kvadratı çıx, digər katetin kvadratı, daha doğrusu 16, kök altında çıxacaq 9, oradan da 3. Bu proyeksiya 3'dürsə, bu da 3'dür. Çünki bütün tərəflər eynidir. Ümumi uzunluq nə qədərdir? 3 plus 3 bərabərdir 6. Cavab Y variantı. 65-ci sual. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarış. 3 nəfər var. Yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Vüqarın qazanma ehtimalı, belə deyək, Həsənin qazanma ehtimalını bir x götürək. Vüqarın qazanma ehtimalını 7 mislidir. 7y yazacağım. Sonra Əlinin qazanma ehtimalının isə, yəni x bərabərdir 2z olsun. 2z. Buna görə yarışmanı deyir, Əlinin qazanma ehtimalını tap, yəni z-i. X-in yerinə gətirib qoyacağım. Gətirib qoyacağım 2z. 2z bərabərdir 7y. Deməli, z bərabərdir 7k, y bərabərdir 2k. Burada x bərabərdir, deməli 2k, belə deyək, z də bərabərdir 1k. O da 7 dəfə artırmalıyam. Fikir verirsiniz, z burada 7k'dır, y 2k'dır. Burada x 2k'dır, z 1k'dır. Deməli, 2 dəfə artanda bu olur 14,
Bu olur. Z-i 7 dəfə artırıram daha doğrusu. Bu 14K olur, bu 7K olur. İndi düzəldi. Deməli, nisbətimiz düzəldi. Bu 14K-dır. Bu da, aha, bu da bir nisbət. İndi ümumi neçə cəmi adam var? Daha doğrusu qazanma ehtimalı tapacağım. 14K-nın üstə 7K gəlirəm. Eləcə 21K. Bu da 2K, burada 23K. Cəmi 23K-dır bunların ümumi qazanması da. Bundan da 50-ninkini istəyir. 50-ni də Z-lə ifadə eləmişdik. Elədi burada. 50-ni daha doğrusu Z-lə ifadə eləmişdik. O da eləyir ki, Z-imiz 7K. O da K'lar gedəndə nə qalır? 23-də 7. Cavab B variantı. Keçdik 66-da. Kökaltı ifadədən azad edərək həllini tapa bilərik. Kökaltı 25-dən 5 çıxır. 2 vur 5 çıx. Kökaltı 16-dan 4 çıxır. Plus kökaltı 9 3-dür. Rasional ədəddir. 2-ni 3-ə vuracağım. Bərabərdir. 10 çıx 4 plus 6. O da bərabərdir 12. Cavab Y variantı düzdür. Sonra 67-ci sualda əbob 5-dir. Deməli, A və B-nin sadə vurğularının ortaqları 5-dir. Yadınızda demişdik ki, əbob nəyi bildirir? Sadə vurğularına ayırıb ortaq sadə vurğuları götürürük. Hər ikisinin demək ortaq sadə vurğu 5-dir ki, əbob 5-ə bərabərdir. AB hazili 75-dir. Deməli, belə tapa bilərik. Əkob AB vurulsun, fikir verin. Əkob AB vurulsun, əbob AB bizə nə verir? A vur B-ni. Düzdür? A vur B 75-i. 5-ə böləndə əkobu tapıram 15. Əkobda yadınızda dedik, böyük olanı digərində olmayana vururam. Deməli, əkob 3 vur 5-dir. Bunun ortaq olmayan sadə vurğu 3 imiş. Biri 15-dir, deməli ədədlərdən 15. Biri isə 5-ə bərabərdir. Yenə deyirəm, əkob AB vurulsun, əbob AB elə A vur B-ni göstərir. Bu demək, əkob AB vurulsun, əbob AB imiş 75. Əbobu da verib də 5-dir. Bu da 75. 75-i 5-ə böləndə 15. Əkobu necə tapırıq? Ortaq sadə vurğuların, belə deyim, ixtisar edib, böyük ədədi digərində olmayana vuraraq. Görürsən, 5-lər gedir, böyük ədəd 15-də 15-i digərində olmayana vururuq. Elə 15-in özü, çünki biri digərinə tam bölünür. Deməli, 15 5-ə tam bölündüyü üçün əkobu 15, əbobu da 5-ə bərabərdir. Bəli, düz tapmış. Cəmini istəyir. 15 plus 5 bərabərdir 20. Cavab C variantı. 68-də çox sadə bir sual düşübdür. AC verib 7, CB verib 14. AB ümumi uzunluğu 7 plus 14 bərabərdir 21. Cavab C. 69-cu sualda 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Deməli, 30 hektar imiş. Bu 100%dir. 30 hektar 100%dir sahədir. 42 hektar olub. Görə əvvəlcə nə qədər artıb? 42-dən çıxaram 30-unu, eləcə 12 hektar. Deməli, artmış hissəni istəyir də neçə faizdir? Bu da x. Çarpaz vuracam. 12 vur 100 böl 30. Bundan bu gedəcək, 0 aparıq. Bu 4, 4-ü 10-a vuranda da 40. Cavab D variantı. 70-ci sualda yada düşür ki, apsis deyəndə OX, ordinat deyəndə OY yada düşür. Deməli, bizə ordinatı verib, yəni Y-ı 3-dür. Yazacam. 5x çıx 17 bərabərdir 3. 5x bərabərdir 3-ün üstə 17 gələm 20. X də bərabərdir 4. Cavab C. Kubun neçə tili var? Heyf. A variantı olacaqdı. 12 tili var. 72-ci sualda bizə veribdir, deməli, A, B çoxluqlarının elementləri haqqında məlumat. Bu kəsişmədir təbii ki. A-dan B-ni çıxıb yalnız bu hissədir. B-dən A-nı çıxırıq yalnız bu hissədir. Deməli, bizə verib burada belə bir tənlik quracaq. Bax, buna əsasən. A çıx B, A ilə B-nin fərqi. Birinci A-dan B-ni çıxıb. Bu B-ni kəsib götürəndə yerdə nə qalır? 2x çıx, üstə gəl 8. 4 vurulsun 2x üstə gəl 8 bərabərdir.
A ilə B-nin birləşməsi deyəndə deməli bütün verilənlərin cəmi. Toplayanda eləyəcək 9x plus 14. 8x plus 32 bərabərdir 9x plus 14. Yenə x-lar bir tərəfə, ədədlər bir tərəfə. Həmişə dediyimiz kimi mənfi 1x bərabərdir 14-dən 32-nin çıxanda mənfi 18. O da x bərabərdir 18. Amma bizdən A, B çıxanı istəyir. Yəni, yalnız B-də qalan hissəni. X-a 18 tapmışam, qoy yerinə. 4-ü 18-ə vuranda 72, üstünə də 5 gələndə 77. Cavab 77. 73-cü sualdan tam cəbri ifadələrdə hansı ki, əsası eyni olan hədlər vurulanda üstlər toplanır demişdik. Böləndə üstlər çıxılır. 4-ü nə kimi yazıram? 2-nin kvadratı. 12-ni nə kimi yazacağım? 3 vur 4, hətta 2-nin kvadratı yazıram 4-ə. Üstü n qüvvət olduğu kimi paylanılır. Bölünsün. 3 üstü n çıx 1 vurulsun. 2 üstü 2n plus 1. Əsası eyni olan hədlər vuranda demişdik, üstlər toplanır. Deməli, burada 2 üstü 2 plus 2n vurulsun. 3 üstü n bölünsün. Aşağıda 3 üstü n çıx 1 vur. 2 üstü 2n plus 1 alırıq. Bu da baxıram ki, əsaslarım eynidir. Bax, bu ikilər eynidir. Aha. Deməli, əsası eyni olan hədlər vurulanda üstlər çıxılır. Böləndə daha doğrusu çıxılır. Deməli, bunu necə yazacağım? 2 qalır olduğu kimi 2 plus 2n'dən 2n plus 1'i çıxanda 2n'lər gedir. 2'dən də 1'ini çıxanda 1 vurulsun. 3 üstü n çıxılsın, n çıx 1. N'lər gedir. Bu çıx mənfi 1 olduğu üçün müsbət 1 olur. 3 üstü 1. O da cavab 6. Burada cavab 6'dır. Keçdik 74-cü sualda. Düz bucaqlı verilib. Bilirik ki, düz bucaqlının bütün bucaqları 90 dərəcədir. AB 6'dır. AM verib 12'dir. Bucağı tapa bilərik. Burada 12 yazacağım. Düz bucaqlı 3 bucaqda katet hipotenuzun yarısıdırsa, demək 30'un qabağıymış. Bura 30 dərəcədir ki, 30'un qabağı katet hipotenuzun yarısıdır. 30, 90. Bura neçədir? 60. 90'dan da 60'ını çıxacağım. Eləcək 30. Burada da 30, 90. Buranı tapdım 60. Məndən də ADM istəyir bucaq. O da eləcək 60 dərəcə. Cavab 60. 75'də birinci gün kitabın 40%'ini oxuyub, ikinci gün 5%'ini oxuyub. Cəmi nə qədər faiz oxudu görək. 40 plus, bir dəqiqə. 40 plus 5 bərabərdir 45%'ini oxumuşam. Nə qədər qalıb üçüncü günə? 100'dən də çıxaram 45'ini, eləcək 55%. Deməli, 55%'imiz 110'dursa, görürsünüz, 55% qalıb, oxunmamış. Həm də deyir, 110 səhifə qalıb. Yazacağım 110. 100% nə istəyir? Neçəsə 100%'im x çarpaz. 110 vurulsun 100 bölünsün 55. O da eləyəcək. Bundan bu gedir 2. 2'ni də 100'ə vuranda 200. Cavab 200 səhifəsi var imiş. Bu tip misallar düzdür. Bəzən uşaq deyir, bunlar getdi, qaldı, x çıxılsın 5/5 qəti olmaz. İşarəyə baxmaq lazımdır. İşarəmiz necə baxılır? Yəni, mötərizə içərisində görək mənfidir, yoxsa müsbət. Kök altı 3'ü salanda olur kökdə 9. Kök altından 3'ü salanda kökdə 9. Kökdə 9'dan təqribi qiymət alaraq çıxırıq kökdə 10'u. Yəni 10'u çıxmırıq da təqribi qiymət. 10'dan nə çıxır? Məsələn 3, 10'da 2. Deməli kök altı 9'dan kök altı 10'u çıxanda mənfi eləyir. Deməli x'in qabağı mənfi imiş. X verin kök altı 10 çıx 3 kiçikdir. Burada da mənfidir. Mənfi 5/5 kök altı 10 çıx 3. Mənfini atdım qabağa. Eynidir. İndi apara bilərsiniz. Çünki müsbət ədədlər eyni gedir. Qalır mənfi x kiçikdir. Mənfi 5/5. X'in qabağı mənfi olanda və mən ədədi mənfiyə bölürəmsə işarə əksinə dəyişir. X böyükdür 5/5. 5/5'dən böyük ən kiçik tam həlli 6. Burada da cavab 6'dır. 77-ci sualda özü verib B D-yə bərabərdir. Aha. AB 6'dır.
OC 6'dır. AO verib bizə 5'dir. CD X'dir. Bucaq qarşısındakı tərəf 5 bölünsün. Bucaq qarşısındakı tərəf 6 bərabərdir. B bucağının oturacağı 6 bölünsün. D bucağının oturacağı X çarpız. 5X bərabərdir 36. X da bərabər 7,2. Cavab C'də 7,2.